Ümumiyyətlə mənim əhvalım belədir də, sırf oyunun asanlığı ilə bağlı dəyişir. Niyə? Çünki açıq deyim, çətin oyun mənə maraqlı gəlmir bir yerdən sonra. Ki asan olsun, mərhələlər keçim, amma bir yerdə ilişəndə neçə dəfə olub ki, oyunu silmişəm. Buna state of flow deyirlər. Əgər çətinlik səviyyəsi artmırsa, bir yerdən sonra bizim ürəyimiz sıxılmağa başlayır. Əgər çox sürətli şəkildə çətinləşsə, biz baş eləyə bilmirik ondan və bu ikisinin arasında bir növ qalan həmin o kanala state of flow deyilir. Əvvəllər düzəldilən maşın yarışı oyunlarında belə idi ki, AI sürücü sizdən müəyyən qədər qabağa keçəndən sonra siz artıq bilirdiniz ki, axıra qədər də oynasam onsuz da gəlib çata bilməyəcəm. Mən birinci olmaq şansım yoxdur, onun maneəsi yoxdur, mənim yanımda 5 nəfər var. Məsələn salırdınız. Bəli, indi bunu başa düşür oyun tərtibatçıları. Qabaqda olan üçün daha az imkanlar yaradırlar. Arxada olanlar üçün daha çox imkanlar yaradırlar. Onlar sürətlərini artırsınlar, beləcə rəqabət etməsin, bəli. Beləcə siz davamlı olaraq bilirsiniz ki, mən geriyə düşsəm də gəlib çatma şansım olacaq.